İlahi şəfalanma. Artıq ən dəyərli meditasiyaya gəlib çatdıq. İlahi şəfalanma və sevgi ilə bədənin, ruhun təmizlənməsinə icazə verək. Bədənin üçün ən uyğun, rahat bir mövqeyi seç. Əyləş ya da ki, uzan. Əsas odur ki, onurğa sütunun düz olsun və sən rahat olasan. İndi isə gözlərini yum və dərindən nəfəs alıb verməyə başla. Dərindən nəfəsini al və ver. Dərindən nəfəsini al və ver. Hər dəfə dərindən nəfəs alıb verdikcə bədənindəki sıxılmanın, ağırlığın açıldığını və yumşaldığını hiss et. Beynindən lazımsız fikirlərin, sözlərin, ürəyindən lazım olmayan hisslərin çıxdığını hiss elə. Nəfəsini al, nəfəsini ver. Tam bədənin yumşaldığını hiss elə. Tam beyninin boşaldığını hiss elə. Nəfəsini al və nəfəsini ver. İndi isə lap dərin nəfəs almaya keçəcəyik. Hər nəfəsini alıb verdikcə, nəfəsini alacaqsan, mən 4-ə kimi sayacağam və deyəcəm nəfəsini burax. Yenidən deyəcəm nəfəsini al, 4-ə kimi sayacağam və deyəcəm nəfəsini burax. İndi isə başlayaq. Nəfəsini al. 1, 2, 3, 4. Nəfəsini burax. Nəfəsini al. 1, 2, 3, 4 və nəfəsini burax. Nəfəsini al. 1, 2, 3, 4. Nəfəsini burax. Nəfəsini al. 1, 2, 3, 4. Nəfəsini burax. Hər nəfəs alıb verdikcə hiss elə necə rahatlaşırsan və hiss elə ki, bütün bu nəfəs, bu hisslər bütün bədəninə yayılır. Nəfəsini al, nəfəsini ver. Nəfəsini hiss elə. Nəfəsini hiss elə. Nəfəsini al, nəfəsini ver. Nəfəsini al, nəfəsini ver. Lap dərindən nəfəsini al, nəfəsini ver. İndi isə olduğun yerdə, məkanda hiss elə ki, təsəvvür elə ki, başının üstündə, tavanda işıqlı bir dairə açılır. Təsəvvür elə. Təsəvvür elə ki, bu bir səmavi, kosmik nurun sənin yanına çatması üçün özünə açdığı bir dəlikdir. Təsəvvürü və gətir və oradan sənin üzərinə, təpə hissənə ağ və qızılı işıq selinin axdığını hiss eləməyə başla. Təsəvvür eləməyə başla. Çox böyük bir işıq selinin
o dəlikdən axdığını hiss elə. Nəfəsini al və nəfəsini ver. Təsəvvürünə o hissi, o nuru gətirməyə başla. Bu bir ilahi işıqdır. Bu bir rəhmətin nurudur. Hiss elə ki, onun zərrəcikləri böyükdür, işıqlıdır və hər zərrəsində sevgi var. Təsəvvürə gətir. Hiss elə ki, bu işıq əvvəl gözlərinə yayılır. İndi hiss elə ki, nəfəs alıb verdikcə bu işıq nəfəs yolunla bütün daxilinə, ağciyərinə, ürəyinə qədər enməyə başlayır. Sən indi bu işıqla sanki nəfəs alırsan. Nəfəsini al, nəfəsini ver və bu nurlu işığı hiss elə. Bütün bədəninin bu işıqla dolduğunu hiss elə, təsəvvür elə. Hiss elə bu nur çiyinlərini, qollarını, əllərini, bədənini, çanaq hissəni, ayaqlarını bürüməyə başlayır. Hiss elə, təsəvvür elə. Bu ilahinin nəhəng, təmənnasız, sonsuz bir sevgisidir. Bu sevgi sənin bütün hüceyrələrini şəfalandırır. Hiss elə, təsəvvür elə. Hiss elə necə bütün bədənini, bütün hüceyrələrini bürüyür. Hiss elə ki, əvvəlki hüceyrələrin necə sönük, solğun, kiçik, qaranlıq idi. İndi isə hüceyrələrin necə açılır, işıqlanır. Bu işıq bədənində olan bütün negativi qovur və onu sevgi enerjisi ilə əvəz edir. Sən artıq şəfalanırsan. Sən rahatlanırsan. Sən çox rahatsan. Belə çox rahatdır. Hiss elə, təsəvvür elə bu işığı. Hiss elə, təsəvvür elə bu işığı, bu nuru. İndi isə özünü olduğun məkanda bir daha da hiss elə, təsəvvür elə. Hiss elə ki, sən bu yer kürəsinin mərkəzində zərrəcik qədərsən. Və hiss elə, təsəvvür elə ki, yer üzünün mərkəzindən sənə doğru gür bir işıq, nur seli qalxır. Bu isə yerin, torpağın enerjisidir. Bu işıq ilahi işıqla birləşib sənin ətrafında nəhəng bir işıq sahəsi yaradır. Təsəvvürə gətir, hiss elə, necə yerin mərkəzindən sənə doğru güclü enerji, işıq, nur bürüməyə başlayır. Hiss elə, sən bu işıqla nəfəs alıb verirsən. Bu şəfa enerjisi ilə, sevgi ilə dolursan. Sən bu dünyanın vacib bir hissəsisən. Bu işığı, nuru hiss elədikcə duy ki, sən həmişə diqqətdəsən.
səni həmişə sevirlər. Nəfəsini al və ver və bu işığı, bu nurun bütün hər tərəfini bürüdüyünü hiss elə. Bu işıq sənin bədənini, ruhunu sağlam, güclü, enerjili və gözəl edəcək. Bu işıq səni və bütün həyatını yeniləyir. Hiss elə, təsəvvür elə. Hiss elə ki, bu işıq o qədər dolur sənin bədəninə. Bütün bədənini doldurur bu işıq və başlayır saçlarından, əllərindən, nəfəsindən, evindən, ətrafına axmağa, yayılmağa. Hiss elə necə sən özün artıq sevgi və işıq mənbəyisən. Bəli, insan sevgi mənbəyi də ola bilər, işıq mənbəyi də ola bilər. Hiss elə ki, bu işıq seli səndən otağına, sonra evinə, sonra həyətə, sonra yavaş-yavaş şəhərə, sonra ölkəyə, sonra hiss elə, təsəvvür elə ki, dünyaya, sonra da bütün planetə yayılmağa başlayır. Hiss elə necə səndən bu işıq ətrafına saçmağa başlayır. Evini bürüyür, şəhərini bürüyür, ölkəni bürüyür, bütün planeti bürüyür. Hiss elə, təsəvvür elə necə yayılır səndən bu işıq, bu ilahi işıq ətrafına yayılır. Sən artıq bu ilahi işığın daşıyıcısısan və bunu ətrafa yaya bilirsən. İndi isə hiss elə ki, bu nur, bu sevgi işığı içindən arzuladığın insana, xeyirxahlıq etmək istədiyin insanlara, eləcə də münasibətin yaxşı olmayan insana da hətta və yaxud ailə üzvlərinə, doğmalarına yayılmağa başlayır. Təsəvvür elə, ətrafındakı bütün yaxınlarına bu işığı yayırsan. Sevdiyin, hətta sevmədiyin insanlara da yayırsan bu işığı. Ən yaxınlarından başlayaraq ətrafındakı digər insanlara da bu nuru, bu işığı yayırsan. Çünki sən bu işığın daşıyıcısısan. Hiss elə, təsəvvür elə necə yayılır səndən bu işıq və sənin kimi ətrafındakı insanlar da şəfalanır. Bu ilahi, bu nurlu işıqla. Təsəvvür et ki, səndən axan bu işıq həmin insanların ürəyinə doğru axır və onları da əhatə edir. Hiss elə ki, sən bu nurun daşıyıcısısan və ətrafa yayanısan. Hiss elə, təsəvvür elə necə axır, necə ətrafın da sənin kimi şəfalanır, rahatlanır. Sən bir vasitəçisən. Hiss elə. Təsəvvür elə. Hətta sən bu sevgini növbəti dəfə həyatının
müəyyən sahələrinə göndərə bilərsən. İşinə, ailənə, hər hansısa bir arzuna. Hər dəfə bu enerjini istədiyin yerə göndərə bilərsən. Nə zaman istəsən, bu ilahi işığı, nuru ətrafındakı istədiyin yerə göndərə bilərsən. Hiss elə ki, necə ətrafındakılar da sənin kimi şəfalandı, nur saçmağa başladı və sənin qəlbin, ruhun tamamilə rahatladı, tamamilə yüngülləndi və şəfalandığını hiss eləyirsən. İlahinin nuru ilə şəfalandı, hiss elə, təsəvvür elə. Və artıq yavaş-yavaş nəfəsini alıb verdikcə biz geri dönməyə başlayacağıq. Nəfəsini yavaş-yavaş al və yavaş-yavaş ver. Hər nəfəs alıb verdikcə bu ilahi işığa, nura görə minnətdar ol, təşəkkür elə. Şükürlər elə, minnətdar ol, təşəkkür elə. Şükürlər et ki, bu hissi duya bildin, hiss edə bildin. İlahiyə təşəkkür elə. Və bu minnətdarlıq hissi ilə artıq yavaş-yavaş geri dönək. Mən 5-ə kimi sayacağım. Bitirdikdən sonra artıq gözlərini aça bilərsən. Və hiss elə ki, o işığı hələ də ürəyində hiss edəcəksən. Gözlərini açmağa rağmen. Nəfəsini al, ver. 1, 2, 3, 4 və 5. Sən artıq qayıtmısan, bədənini hiss eləyirsən, gözlərini açırsan və hələ də o nuru, o işığı bədənində hiss elədiyini təsəvvür elə, minnətdar ol. Bu hissdə də qala da bilərsən, qalmaya da bilərsən. Amma bil ki, ilahinin nuru, şəfası hər zaman səninlədir.